Salam hörmətli izləyicilərimiz. Bu günlərin Binəqədi rayon Biləcəli qəsəbəsində gözəl bir evimiz Ağsarayın tam yaxınında gözəl bir evimiz satışa çıxıb. Buyurun evimizin çölü ilə sizi tanış edeyim. Buyurun baxın 2 mərtəbə 4 otaqdan ibarət evimiz. Buyurun baxın bax bu evimizin çöl quruluşudur. Bax. Buyurun baxın burada belə bir beşetkası var. Beşetka deməyək ağac altı yəni. Beşetka kimi baba belə bir. Burada bir yay mətbəxi var. Buyurun baxın. Buyurun baxın. Geniş planda göstərdim sizin üçün. Hörmətli izləyicilərimiz. Tanış olun evimizdən. Evimiz yenə də deyirəm tam mərkəzdə, Ağsarayın tam yaxınında. 4 otaqdan ibarətdir, 2 mərtəbə. Daxil olan evimizin içinə. Buradan daxil olan kimi evimizə. Burada belə bir tam remontdur. Sanuzelimiz var. Buyurun baxın. Tam remontlu sanuzelimiz var. Tam remontlu sanuzelimiz. Keçək buradan mətbəx hissəsinə. Buyurun baxın. Burada belə bir mətbəximiz var. Buyurun baxın. Qeyd edirəm ki, gördüyünüz bütün əşyalar hamısı təzə mebellərdir. Baxın. Xaladelnikinacan, televizorinacan, paltaryoninacan hamısı qalmaq şərti ilə ev sahibi bizə deyib ki, yəni bunların hamısı qalacaq. Yəni, kim alsa inşallah evin üstündə veriləcək əşyalar. Buradan daxil olub zalımıza. Buyurun. Qonaq otağımızdır bizim. Buyurun baxın. Buyurun baxın. Tam geniş planda göstərdim sizin üçün. Bu koridordan zala, mətbəxə, sanuzelə. Burada pləkanın altı sklat kimi nəzərdə tutulub yığılıb. Qalxağın evimizin ikinci mərtəbəsinə. Evimizin ikinci mərtəbəsinə qalxan kimi bizi burada qeyd edirəm ki, yataq otağımız. Bax, buyurun baxın, işıqları yandırım. Buyurun baxın. Bu mebellərin hamısı qalmaq şərti iləndir. Buyurun baxın. Evimizin qarşısı açıqdır. Havalanmaya tam uyğundur. Buradan qeyd edirəm ki, balkonumuza çıxışdır. Hörmətli izləyicilərimiz, buyurun baxın. Balkonumuza çıxışdır. Keçəyin o birisi otaqlarımızdan tanış olağın. Hörmətli izləyicilərimiz, qeyd edirəm ki, bu ev 4 otaqdan ibarət olub. Bax, burada bir qapısı var, burada bir qapısı var. Sadəcə olaraq ev sahibi ortanı açıb bir otaq eləyib. Əgər istəsəz, siz buranı bağlayıb, buranı bir dediniz ki, buranı bir otaq eləyə bilərsiniz. Bax, buyurun, baxın, hörmətli izləyicilər. Burada işıqları yandırım mən. Neyse. Buyurun, baxın. Burada da belə bir otağımız var. Yenə də deyirəm, mebellər qarışıq veriləcək. Burada, bax, burada da belə bir otağımız var. Əgər istəyirsiniz ara kəsərsiniz, onlar 4 otaq. Amma belə 3 otaq geniş otaqlı evdir. İlkin start qiymət ev sahibi tərəfdən 135.000 AZN. Bütün bax, kondisionerlər, 2 kondisionerdir, mebellər qalmaq şərti ilə 165.000 AZN ilkin start qiymət təyin edilib. İnşallah kim alası olsa ev sahibi endirim edəcək. Allah evi olmayanlar hamısına ev qismət eləsin. Amin.